Qurub yaratmaq onun alın yazısı idi. Yaratdıqları da özü kimi böyük idi. O, Azərbaycan xalqının müasir tarixini yaradırdı. Yaratdığı ən böyük əsərin adı isə belə idi: Müasir Azərbaycan. Her bir insan için onun milli mensubiyeti onun gurur mənbəyidir. Mən həmişə fəxr etmişəm. Bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam. Liderlər üçün qalibiyyətin alternativi yoxdur. Onlar qələbə yolunu əvvəlcədən görür və düzgün siyasətlər yürütməklə qoyulan hədəflərə doğru irəliləyirlər. Ümummilli lider Heydər Əliyevin bütün həyatı böyük məktəbdir. Ulu Öndər bütün dünyanın qəbul etdiyi, sevgisini qazandığı siyasətçi idi. Bu zirvəyə aparan yolun başlanğıcında tək özü idi. Böyük Azərbaycan sevgisi və xalqına həsr etdiyi əzmkar ömür bu yoldan keçirdi. Böyük Allah mənə çox maraqlı bir talih veribdir. Mənim həyatım həmişə Azərbaycan xalqına xidmət etməkdən ibarət olubdur. Ancak hayatımın çok parlak sayfaları da olubdur. Ancak hayatımın çok ağır sayfaları da olubdur. Ve bazen öyle düşünürdüm ki o ağır illerde Azerbaycan'da gördüğüm işler sonra hamısı batıp gelecekti. Ancak bugün ben xoşbaxtam. Bugün ben öz talihime minnettarım. Böyük Allah'a minnettarım ki mən o devrləri yaşadım, geldim, Azərbaycan xalqı ilə bir yerdəyəm və bugün Azərbaycan xalqı üçün bu qədər dəyərli töhfə veririk. Bəli, Ulu Öndər öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində müasir Azərbaycan dövlətinin qurulmasına və xalqının müstəqillik arzusunun reallaşmasına nail olub. Məhz Heydər Əliyevin yorulmaz əməyi sayəsində Azərbaycan dünya ölkələrinin strateji tərəfdaşına çevrildi. Ölkəmiz dünyanın dinamik inkişaf edən ölkələri sırasına daxil ola bildi. Bugünkü Azərbaycan reallıqları bir daha sübut edir ki, seçdiyimiz yol düz yoldur. Biz bu yolla gedəcəyik. Bu yolu Heydər Əliyev siyasəti işıqlandırır. Biz bu yola sadiqik. Əminəm bundan sonra bu yolda bizi ancaq və ancaq uğurlar gözləyir. Bəli, böyük insan Heydər Əliyevin ömür yolu hər birimiz üçün vətənə xidmət etməyin simvoluna çevrilir. Ulu Öndərin xatirəsini daim əziz tutan xalqımız onun ideyalarına sadiq qalaraq möhtərəm cənab prezident İlham Əliyevin ali rəhbərliyi altında böyük uğurlara imza atır. Azərbaycan xalqı öz Ulu Öndərini sevir və onun xatirəsini daim əziz tutur. Xalq öz dahi liderini heç zaman unutmayacaqdır.